Bir mühazirədə belə deyildi. Mühazirə deyil, bugün daha çox diyalog formatında bir görüşümüz olacaq. Vüqar Əlini məncə tanımayan yoxdur, amma yenə də xatırlatma edim ki, Vüqar Əli hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təsviri sənət kafedrasının dosentıdır, pedaqoji fəaliyyətlə məşğuldur. Eyni zamanda əməkdar rəssamdır. Bununla yanaşı yaradıcılığına aktiv şəkildə 90-cı illərdən başlamışdı və məhz həmin illər ümumiyyətlə bir çoxlarımızın, yəqin ki bilirsiniz, rəssamlar korifey rəssamların hələ ki sağ olan bir dövrü idi və indi bizim önlü rəssamlar saydığımız rəssamların formalaşma mərhələsidir. Həmin dövrdə Vüqar Əlinin də formalaşma dövrü idi. Özü yəqin ki təhsil haqqında yəqin ki bilirsiniz. Bir də onu deyim ki, bu yaxınlarda bizim elə kitabının Sevil xanımın müəllifi olduğu bir kitabın da həmçinin təqdimatı olmuşdu. Bu kitabı ümumiyyətlə hər bir sənətşünasa şiddətlə tövsiyə edirəm ki, oxuyasınız. Çox yaxşı, çox səlis və aydın şəkildə dərin analitik təhlilə əsaslanan bir yazısı var. Bu kitabın və məncə Vüqar Əlinin yaradıcılığının indiyə qədər olan mərhələlərini çox gözəl belə deyək də ehtiva edir. Vüqar müəllim eyni zamanda bilməyənlər üçün çox sağ olun. Xudu Məmmədovun yaradıcılığına yəqin ki toxunacaq. Xudu Məmmədovun müəllifi olduğu elm və incəsənəti birləşdirən kristallografiya bir terminində bir fəlsəfəsini də irəli sürmüşdü və o fəlsəfənin nəticəsi kimi kainat bir qrupu yaradılmışdı və kainat qrupunun da o vaxt Gənclər klubu adlandırılırdı və o qrupun əsas yaradıcılarından, əsas figurlarından biri həmçinin də Vüqar müəllim idi, Vüqar Əli idi. Onun yaradıcılığında siz burada görürsünüz daha çox narlar silsiləsi var və məhz narlarla, nargilə ilə başlanılmışdı yaradıcılığı. Buna da biz qayıdacağıq. Niyə birdən-birə yenidən qayıdır? Bu retrospektiv bir baxışı var. Eyni zamanda onun monumental rəngkarlığı, monumental kompozisiyaları var. Siz bilirsiniz, indi çoxlu İncəsənət Universitetinin tələbələrisiz. Bizim universitetdə bir çox qrafiti nümunələrinin, ümumiyyətlə tərtibatın layihə rəhbərləri də həmçinin Vüqar müəllim olmuşdu. Eyni zamanda onun yaradıcılığında çox mənim sevdiyim və məncə əminəm ki, bir çoxlarınızın sevəcəyi bir mövzu var. Bakı mövzusu, Bakı Abşeron mövzusu, nargilə mövzusu, rübayələr mövzusu tematikası var yaradıcılığında. Yəqin ki, daha ətraflı danışacaq özü də. Mən yəqin ki, suallarla başlayacağım və icazənizlə mən də əyləşim və suallardan yəqin ki, bu birinci başlayaq ki, yaddaş sizin üçün nədir? Çünki biz bir çox əsərlərinizdə eyni zamanda ikonoqrafik obrazların komplementar bir quruluşda göstərilməsini qeyd edə bilərik. Çoxunda biz yaddaşı görürük. Yəni bizim daxili kodumuz ola bilsin genetik bir yaddaşımız olsun. Çünki ümumiyyətlə nəyə görə bu silsilələrdə bizim hansısa köhnə və yaxud da ki, nə vaxtlarsa mövcud olmuş hər hansı bir amillərə bir növ qayıdışı hiss edirik. Bir növ yaddaşımızda yeni, bizə bir tərəfdən tanış olan, amma digər tərəfdən tamamilə yeni formatda bir nümayişi, bir təqdimatı görürük. Çox sağ olun sualınıza görə. Uşaqlar, ilk öncə hər birinizi salamlayıram. Çox sağ olun ki, gəlmişsiniz və bu maraq dairəmizi genişləndirmək üçün bu tədbirə qatılmışsınız. Təbii ki, bu tədbirin baş tutma səbəbkarları da sizsiniz. Yaddaş nədir mənim üçün? Mehbara xanım sualı verəndə mənim yadıma düşdü 86-87-ci illər. Ne üçün məhz 86-87? 86-87-də mən Əzim Əzimzadə adına rəssamlıq məktəbinin 2-ci kursunda oxuyurdum və təbii ki, onun da əvvəlinə qayıtsaq, bir 3 il, 4 il önəminə qayıtsaq 83-84-cü illərə Sovet İttifaqının, yəni o dövrün yetişdirilməsi, təhsilini alan bir insan, özümə kənardan baxanda o dövrdə sənətin nə olduğunu anlayan adam təkcə təsviri sənətin sirlərini öyrənməklə yox, sənin kim olmağını nə xoşbəxtəm ki, elə müəllimlər ətrafında oldu ki, bunun böyük səbəbkarı Tofiq Rəsulov idi. Tofiq Rəsulov tanışdığımız bizim Mərkəzi Pionerlər evində
bizim müəllimimizi əvəz elədi. Yəni, bizim müəllimimiz olub Məsməh xanım Ağayeva, o çox görkəmli pedaqoq, hansı ki, Tahir Salahov kimi, Toğrul Nərmanbəyov kimi insanların püxtələşməsinə səbəb olan bir insan. Yəni, elə bir zamanda bizə dərs verir ki, artıq onda müxtəlif, o həm də müharibə iştirakçısı idi. Müəyyən problemlərə görə bu insan yaşad olmuşdu, öz problemləri vardı. Bizi əvəz edən oldu Tofiq Rəsulov. Tofiq Rəsulov həm rəssam idi, həm də böyük etnoqrafik savada, biliyə malik olan ensiklopedik bir insan idi. Mən və mənim dostlarım, misal üçün Mirazər müəllimi götürək də, biz bir yerdə oxumuşuq, Montpellierdən bir yerdə məşğul olmuşuq. Bizim bir çoxumuzun təkcə rəssam kimi təsvir sənət yox, bizim kimliyimizi Qobustandan başladı. Apardı bizi ekskursiyaya, bir çox muzeylərə, Azərbaycan etnoqrafiyasının köklərindən, hətta Xudu Məmmədovla bizi tanış eləyən səbəbkar Tofiq Rəsulov idi. Siyavuş Dadaşovun mühazirələrinə getdik. Bu seminarlar bayaq da mən qeyd eləmişdim. O seminarlar təhsildən kənar, yəni ki, tədrisdən kənar olunurdu. Sadəcə vətənsevərlər və sənətsevərlər istəklə axşamlar yığışıb, könüllü olaraq müəyyən slaydlara baxmaqla gözəl mülahizələrə və müzakirələrə qulaq asırdıq, seminarlara qulaq asırdıq. Həftədə ayda 2 dəfə, 3 dəfə, 1 saat, 2 saat ərzində gecələr olurdu bu, təbii ki. Hər adam gələ bilmirdi. Biz orada Səmərqənd naxışlarından, quruluşlardan, kaşif sənətindən, miniatür sənətinin gözəlliyindən, təkcə gözəlliyindən yox, səbəbindən, strukturundan, müxtəlif kompozisiyalarda, dünya mədəniyyətlərində bunun öz əksini tapmasından qaynaqlanırdıq. Yaddaş deyəndə, sonradan o Əzimzadə məktəbi, o təhsil, akademik təhsili ala-ala, bu ənənələrin artıq inkişafı, paralel olaraq dərsdən kənar. Və sonra 86-cı ildə kinoteatrlarda Tengiz Abuladze'nin Pakayani filmi, yəni Etiraf filmi nümayiş olundu. O dövrdə o film mənə çox böyük təsir elədi. Çünki orada qoyulan problemlər və rejissorun son finalda verdiyi kadrlar, yaddaşı elə bir sirkəlir. İndinin özündə də o hiss edirsən ki, bunların yaranmasına təkan oradan gəlir. Orada bir kəlmə var. Filmin finalında qoca bir qadın yaxınlaşır, tort pişirən personajdan deyir ki, bu küçə Varlan, bu küçə nə küçəsidir? Deyir, Varlan adına olan küçədir. Deyir, nə Varlan? Mən Varlan tanımıram. Hansı ki, 37-də cəmaatı cəllad kimi qıran bir insan. Deyir, mən onu tanımıram. Mən bir şey bilmək istəyirəm. Bu küçə məbədə aparır. Deyir, yox. Deyir, nəyə lazımdır bu küçə ki, o məbədə aparmasın? Yaddaş budur. Yəni, təkcə o film yox, ümumiyyətlə insanın kökünü, təsviri sənətdə, əgər mən musiqisi olsaydım, təbii ki, mən bayatılar, el musiqiləri, yəqin ki, hansısa bir etnonu yaradıb, onu bir mərhələyə çatdırmaq, onu da düzdür, mən rəssam ola bunlarla maraqlanıram, misal üçün, Vaqif Mustafazadənin etno cazı yaratma, onun necə yaranma səbəbi, o hadisələr, sadəcə bir rəssam kimi, həvəskar kimi maraqlanıram. Amma təkcə maraqlanmıram, o təsvirdə də, rəngdə də, formada da var. Və çalışırıq ki, onu böyüdək, onu yaşadaq. Yəni, yaddaş deyəndə çox şey yada düşür. Yaddaş deyəndə Qobustan jurnalı yadıma düşür ki, mən oradan qaynaqlandım, bildim ki, Xalçalar nədir, Qara Qarayev kimdir, sonra Cövdət Hacıyev kimdir, Mim teatrı nədir, dünya mədəniyyəti, Federico Fellini kimdir və onun qurduğu filmlərin, orada da var o etnoqrafiya, İtaliya mədəniyyətinin dünyəvi, yəni miravoy maştab var, bir var dünyəvi maştab, bizim misal üçün problemlərin dünyəvi miqyası. Neysə təkrar eləmək o millilik deyil, yəni millilik kökdən gəlib onun strukturunu göstərmək və modern sənətlə orada var millilik. Qobustanda olan o təsvirlər ki var, hansı ki orada anatomiya yoxdur, amma orada mükəmməllik var, orada plastika var, orada poeziya var. Bir bayatı var, misal üçün hamımızı eşitmişsiniz də, əzizim bu qala, biz tikmədim, tikdim ki izim qala. Bu bayatı
el bayaçıdır, amma onun müəllifi Xudu Məmmədov. Orada olan quruluş var da, qalan. Yəni, həmən quruluşdur, həmən kökdür. Yəni, el nəğmələrimiz var. Bir var cümlələr, bir var hansısa bir fikir ifadəsi, bir də var 4 misra. Bizim mədəniyyətimiz niyə mücərrətdir? Çünki söhbət eləmir, o müxtəlif parçaları verir, söhbəti özün tutursan, beynində qurulursan ki, fəlsəfəsi nədir? Yəni, adətən biz əgər bayatı dinləsək, oxusaq, görərik ki, 4 misranın 4'ü də müxtəlif informasiyanı atır sənə. Amma onu birləşdirən bir cümlə olur ki, sən orada o nə demək olduğunu bilirsən. Misal üçün, Yaponiyada hokkular var da, hokku mədəniyyəti. Tamam başqa fikirli sözlərdir. Amma verir sənə abstrakt olaraq sən birləşdirirsən müəyyən bir fikri. Eynən də miniatürlərdə parçalara baxırsan, görürsən ki, həyatda qeyri-mümkündür. Yəni, bizim vizual göz perspektiv anlayışla bu qeyri-mümkündür filmdə vermək. Amma o verir. Ne üçün? Divarın o tayında nə baş verirsə, həyatda nə baş verirsə və digər bir məkanda nə baş verirsə, onu bir kompozisiyada verir. Ne üçün? Müxtəlif baxış bucaqları ilə. Adi insan formasına baxanda, miniatürdə, görürsən ki, üz profildəndir, bədən fasdır, əllər tamam başqa cürdür, ayaqlar. Anatomik insan o cürünə otura bilməz, o quruluşda yana bilməz. Eynən həmən qanun Avropa ikonalarında var, Misir ehramlarında var, o formaların mümkün olmayan duruşları. Yazın, miniatürlərdə də eyni quruluşdur, ikonalarda da, xristiyan mədəniyyətində də bu var, divar rəsimlərində var. Orada da qeyri-perspektiv yox, anti-perspektiva, yəni əks perspektiva da var. Bu mümkün olası bir şeydir, amma beyində o mümkündür. Biz onu fikirləşəndə, yadımıza salıb, beynimizdə onu təsəvvür edəndə görürsən mümkündür. Yəni, yaddaş mənim üçün bu deməkdir. Yaddaşın doğrudan da çox izahı var, çox cavabı var. Əgər mərhələləri o zamanın qanadlarını lələk vərəqləsək, orada yaddaşda o qədər şeylər var ki, sadəcə o suallarda açıla bilər olar. Çox sağ olun. Elə o qanadlar demişkən, səhifələr demişkən, sizin yaradıcılığınızda bir neçə belə deyil silsilələr var. Yəni bu şanaqliklər olsun, plakatlar olsun ayrıca. Fakat məsələn, nargilənin özü olsun. Bugünkü sərgimizdə daha çox siz görürsünüz, nar obrazları var. Və bayaq ikonografiyadan danışdıq ki, bu miniatürlarda, Misir ehramlarında və s. Sizin də sanki özünüzün yaratdığınız o nargilə bir ikonografik obraza artıq çevrilir. Nargiləyə siz yaradıcılığın erkən mərhələlərində başlamışsınız və niyə bir neçə, yəni 20 ildən çox həyatda, 30 ilə yaxın bir müddət keçəndən sonra birdən yenidən qayıdırsınız? Çox gözəl sualdır, sual üçün təşəkkür edirəm. Yenidən qayıdış sual var. Geriyə baxıb dönəndə, geriyə dönüb baxmağa o baxılası bir şey olsun da. Bu tamam başqa bir şeydir. İncəsənət elə bir sahədir ki, yəni istəyir musiqidə, istəyir rəssamlıqda, o cavab oluna bilər ki, demədiyi sözü əlavə eləmək üçün yox. Çünki istər-istəməz insan püxtələşə ki, axtara gedirsə, müəyyən baxış bucaqları var ki, misal üçün mən düzdür, 90'ların axırında o tamam başqa bir rəsm edir. Yəni, narın tamam başqa bir qrafikasını eləyəndə yarandı. Çünki ondan qabaq mən nar ağaclarının etüdlərini çox eləmişdim Abşeronda. Narın gülləri ilə olan kompozisiyalar var, burada yoxdur onlar. Filmdə var idi, o film burada göstəriləndə orada var idi bir neçə kadrlar. Və o axtarışlarda, çünki qrafika eləyirdim. Və bayaqları danışanda sizdən əvvəlki tələbələrə ki, tələbəlik illərində biz müxtəlif rəssamları özümüzə kumir götürürdük. İstəyir Tahir Salahovu və yaxud Səttar Bəhuzad. Eyni vaxtda, misal üçün, ikisinin də yaradıcılığını araşdırıb, baxanda, ondan qaynaqlananda, onlardan təsirlənəndə. Çünki mən oxuyanda ki, Səttar Bəhruzadə, soyuq küləkli havada, dəniz qırağında, Abşeronda o insan diyana bilməyən bir havada, dəniz qırağında etüd eləyibsə, biz onu gedib yaşamışıq.
Dostum Vüqar Muradov var, bu zornalı Vüqar Muradov. Vüqar Muradov iki dənədir. Onu ilə biz, çünki o Abşeron məktəbi, atası Rafael Muradov Abşeron məktəbinin üzvlərindən idi, yaradıcılarından idi, o Əli-Hüseyd Əliyevin uşaqları ilə, onlar gənc uşaq idilər. Bir yerdə noyabr, dekabr ayında bu zonada dəniz qırağında, qayalıqlarda etüdə gedəndə, hansı ki, hava bilirsiniz necə, boz rəngidə dalğalar sahili dağıdır. Küləkdən yanmaq olmur. Etüd ki, daşla bastırıb yerə oturub Zərifovka etüd eləyəndə biz onu hiss edirdik ki, Mirzavad da burada olub. Burada Səttar da olub. Burada, misal üçün, Tahir Salahov da, Fərhad Xəlilov da burada işləyib. Yəni biz sənəti təqlib yox, öz fiziki imkanlarımızı ona cilalayırdıq ki, onlar eləyibsə biz nədən əsiyik? Əgər çəkiriksə, öyrəniriksə, təkcə imalatxanada oturub, baxıb təqlid eləmək bu mümkün deyildir. Yəni onu yaşamaq, quru çörəklə, istər-istəməz insan etüdə gedəndə su özü ilə tədarük götürür ki, nəsə qidalansın. Yalnız bir neçə şeylər götürdük, onlar nə ilə qidalanırsa, hətta bu barədə onun dadını hiss eləmək. Mirzavadın bir sözü vardı, əgər Abşeronu hiss eləmək istəyirsənsə, günün qızmar vaxtı, 40 dərəcə istidə, uzanıb qumluqda, günəşə baxıb, iki baş sərimsağı yiyib, onu ayaqyalın od saçan qayalar üzərində gezə biləcəksənsə, sən Abşeronu duyacaqsən. Və yaxud o cadar olunmuş istidən soyuq suya, dənizə girib o göy mavi səmanı görüb. Onun maraqlı belə şeyləri var idi, yəni rəssamlar arasında. Düzdür, xaricdə, Avropada olsaq, onlar tezis kimi yazıla bilərdi. Salvador Dali'nin məktubları kimi. Düzdür, onun da məktubları var, müəyyən toplumda çıxıb. Yoldaşı Aytolka kitabında və Lyubov Mirzavadov onu qeyd edib və az olub, nəşr olunub. Yəni, rəssamlar arasında mən bunları hardan bilirəm? Mən onun oğlu ilə bir yerdə oxumuşam, atası ilə bir neçə dəfə görüşmüşük, düz diyalogumuz olmasa belə, çünki o yaşad olmuş dönəmini görmüşəm. Çünki onun problemləri də var idi, yəni tələbə ilə belə ünsiyyət bağlamaq mümkün deyirdi. Tofiq Rəsulovdan bu informasiyaları və bir çox rəssamlarla real ünsiyyətimiz olur və onlar həyatda olarkən biz onları izləyib, axtarıb, onlara əl çatmaz bir insan kimi baxıb, özümüzü də ona yetişdiririk ki, əgər rəssam olmaq istəyirsənsə, sən bu ağrını keçirməlisən, yəni o çətinliyi yağışın altında etüd eləməyi bacarmalısan. Günün cəhənnəm vaxtında sən Nardaranda peşkom ayaqla, ayağı yalın, Bilgəhə gedib oradan Mərdəkana üz tutasan. Yəni, yaddaşın köklərində bunlar da var. Və nəyə görə qayıdır nardan o dövrdən, 90-larda, o dövrdə elədiyim narlar, 90-ların axırında nargilə obrazı təsadüfən yarandı. Çünki narın tacında və insan qrafikalarında bu insan dövrdü, sadəcə bir pərilər idi, xəyalı pərilər idi. Eksperiment, sənətin kökündə eksperiment durur həmişə, onda da fəhim və təxəyyül onda açılır. Gözə görmədiyin informasiya sənə onda verilə bilər və birdən bu alındı. Və alınandan sonra təbii ki, qrafik təsvirləri sonradan kiçik kətanda rəngə çevirdim, rəng həllərini, müxtəlif variantlarını elədim. Birində nar partlamışdı, birində bütöv idi, aranjlı, yəni narıncı bir formada da var o, müxtəlif fonlarla dəyişilmiş, saçı dağınıq formada olan da var, fleyta ilə var. Bu eksperimentlər davam eləyirdi, müəyyən mərhələyə qədər və sonradan ora tətbiq olundu kristaloqrafik quruluş. Yəni, narın dənələri kristallarla əvəz olundu. Müəyyən müddətdən sonra, zaman dönəmində caz seyrəsi yarandı, monumental işlər yarandı, Şanapbiklər seyrəsi ondan qabaq yaranmışdı, Bakı silsiləsi, realizm, etüd mənim üçün duz, çörək, hava kimi bir şeydir. Yəni, yaradıcılığında daim müəyyən mərhələdən sonra qayıdıram Bakı etüdlarına. Çünki orada başqa doğmalığı var, başqa bir hisslər var. Və oradan realizm, yəni müəyyən məşqlər var ki, sən istər-istəmədiyin orada qaynaqlanırsan o anlardan, o rənglərdən, o duyumdan. Sonra yenidən qayıdışlar var. Və bir müddət mən caz, monumental sahədə, sonra Qarabağ mövzusu, yəni zaman
elə bir həddə çatdırdı ki, birdən-birə o caz periyodundan sonra, silsilələrindən sonra Qarabağda müharibə dönəmində mən artıq həm plakat sahəsində, həm rəngkarlıq sahəsində kompozisiyalar yarandı. Məsələn, universitetdə siz hamınız olmuşsunuz, orada İlham Əliyevin stend olan yerdə, əks tərəfdə, yuxarı binada da, aşağı binada da bir quş var, forma. O nədir? O xarı bülbülün stilizə olunmuş formasıdır. Onun da yaranma səbəbi var. Onun forma kimi rəngdə həlli və cəngavər at var. Atın üzərində, ağ atın üzərində hərbçi. O müharibə dönəmində yarandı. O silsilə zəfərin qayıdışı, sonra zəfərin halallığı, zəfərlə bağlı tarixin zəfəri əsəri var, üçlük, o dastan sərgisində sərgilənmişdi. Bu seriya o zaman başladı. Müxtəlif, orada da dekorativ də var, monumental da var. Yəni atın üzərində olan ağ atlı, o monumental realizm səpkisindədir. Simvolik əsərlər də yaranmışdı, onlar dastan sərgisində sərgiləndi. Və bir müddətdən sonra yenə kompozisiyalarda artıq kristal formalarda, çünki Mehbara xanım qeyd elədi, biz zamanında Xudu Məmmədovun kristalların quruluşunun incəsənətdə tətbiqi, setka sistemi, bu anlayışları ki, bu məşğələləri ki, bu bilgini ki keçmişdik, artıq istər-istəməz axtarışlarında yenidən o formalar yarandı. Artıq nargiləsiz. Və mən onları, kompozisiyaları insan rəssam həmişə eskizində olan şeyi realda görmək arzusundadır. Ki, onu həyatda necə eləyə bilərəm mən? Onu formaya necə çevirə bilərəm? Artıq kətan şəklində yox, həzm formasında. Ona heykəltaraşlıq demək olmaz. Həzmli, yəni relyefli formalardır ki, interyeri bəzəyə bilər. Və eyni zamanda da qoşa qanadlar yarandı. Sonra o quşlarla olan kompozisiya hansı ki, orada 4 ünsür var. Od, səma, su, torpaq. Və rəng həllinə və simvollarına görə milli elementlərdən, qurama stilindən, qurama janrından qaynaqlanıb, amma material olaraq materialı kətan, taxta və müxtəlif formalardır, yəni müxtəlif materiallardır. Yəni ona görə olur ki, bəlkə də hansısa dönəmdə mən yenə nara qayıdacağım. Bunu sonuncu işim, misal üçün həzmli forma ana təbiətdir, yaşıl, bax o tumbanın üzərindədir. Tumbanın üzərində olan bu formadır. Burada artıq fəza da var, burada forma da var, təbiət mövzusu da var, nar da var. Komplementar o əyri-xətli komplementarlıq da var. Stilizə olunmuş elementlər, yazın gəlişi və kompozisiyanın ana təbiətin bu cürünə verilməsi. Yəni, ola bilər ki, müəyyən bir müddətdən sonra nar simvolu mənim üçün artıq başqa bir, hansısa bir simvolumu və yaxud mənanımı açacaqsa, mən artıq ona o baxış bucağından yanaşacağım. Yəni, bu qədər. Çox sağ olun. Siz ötəri də olsa, dediniz bu plakatlar, ümumiyyətlə, plakat mövzusuna qayıtmaq istəyirəm. Mən bildiyimə görə 2000-ci ildə biri var idi, biri yox, biri indi, var indi. İndi. O plakat 2000-ci ildə ilin plakatı seçilmişdi və bildiyimə görə 2022-ci ildə yenə də bu mövzuya qayıtmışsınız. Bəli. Müharibədən sonra bu haqqında danışaq. Çox gözəl sualdır, təşəkkür edirəm suala görə. Plakat janrına əgər vurğulayırsa, onun lap əvvəlki biraz kökün yaranma səbəbini açıqlayayım. 92-94-cü illərdə Bakı İncəsənət Mərkəzi vardı, BÇİ deyirdilər. Zevin küçəsində yerləşirdi, indi Əziz Əliyev küçəsidir, indi artıq o yer yoxdur. Orada gözəl bir salon var idi, Bakı İncəsənət Mərkəzidir. Onun yaranması 88-ci illərə, o Renesans dövrünə, yenidən qurma dövrünə təsadüf edir. Bayaq danışdığım o filmlər ki, Tövbə filmi nümayiş olunan dövrdə bizdə Sovet dönəmi ki, artıq bir çox mərhələni keçib dəyişir, yeni bir dövr yaranırdı. Qadağa olunmuş ədəbiyyat, qadağa olunmuş rəssamlar üzə çıxırdı və mədəniyyət artıq çiçəklənirdi hardasa. O dövrdə Bakı İncəsənət Mərkəzi yarandı. O Bakı İncəsənət Mərkəzi o dövrün müxtəlif Azərbaycanda fəaliyyət göstərən neft kampaniyaları ilə müxtəlif layihələr edirdi. Azərbaycan bugün adı altında 28 may ənənəvi olaraq 94-cü ildə, 92-92-ci ildə ilk dəfə Azərbaycan plakatını dirçəltmək üçün
lahiyyatdır ortaya. Və bu, bir çox Azərbaycan rəssamlarını ora cəlb elədi. Zamanında plakat janrında çalışan, sonradan plakatın aktuallığı itəndən sonra rəngkarlıq və digər sahələrdə çalışan adamlar üçün bu böyük təkan idi ki, yenidən plakata qayıtdılar. Söhbət bu plakatdan gedir. Təbii ki, biri var idi. Təbii ki, o dövrdə tələbə olaraq müəllimlərlə birlikdə sərgiyə qatılmaq o böyük şey. Bu isə yeni versiyası. Hə. Müəllimlə bir yerdə sərgiyə qatılmaq böyük bir şərəf idi. Təsəvvür edin ki, o sərgidə 92-ci ildə biz Mirazər müəllimlə bir yerdə qatıldıq o plakat sahəsinin yaranması səbəbləri. Biz oxuyurduq İncəsənət Universitetinin deməli rəngkarlıq yox, qrafik dizayn da dördü. O vaxt gedirdi pramışınlıqda sənaye qrafikası. Biz sənaye qrafikasında oxuyanda plakat janrını öyrənmişdik. Yəni dərsdə öyrənmişdik və sərgiyə qatıldıq və özümüzü sınadıq. 94-cü ildə orada qalib olduq. Yəni həvəskar qalib olduq. Tələbə olaraq. Və hər il ənənəvi olaraq 94-dən 2006-ya qədər ənənəvi olaraq biz orada iştirak elədik. Sonuncu oldu teatra aid. Yəni sonuncu sərgiləri siyasi motiv daşımadı, oldu teatr. İndi qaydaq əvvələ. 2000-ci illərdə o növbəti silsiləvi o sərgidə bir işim var idi mənim. Onda Şuşa artıq yox idi, işğal olunmuşdu. Qarabağın bir çox zonaları. Hələ yox idi. Hə, yəni ki, o dövrdə, birinci Qarabağ savaşında, yəni o Şuşa işğal olunmuşdu. Təbii ki, növbəti sərgilərdə bir ideya gəldi, o da Azərbaycan nağıllarından gəlmişdi. Biri vardı, biri yox idi, adi təmsilçilikdə. Nağıl başlayır, biri var idi, biri yox idi. Bunun da fəlsəfəsi var. Çox maraqlı bir məntiqlə fəlsəfəsi var. Həyatda ikisi birdən olmamaq söhbəti. Yəni, o adı onda yarandı. Biri var idi, biri yox indi. Yəni, Şuşa əvvəl var idi, sonra işğal olunub. Və orada onun tarixi açıqlaması, informasiya gedir. 3 heykəldir. O heykəllər Milli İncəsənət Muzeyinin həyətində idi o zaman. Oradan gətirmişdilər. Heykəllər işğal olunmuşdu. Yəni, qəlpələr dağıtmışdı. Bülbülün, Xurşudbanu Natavanın, Üzeyir Beyin. Mən onları gəlib burada şəxsən muzeyin rəhbərliyindən icazə alıb, bir gün elə yerdə qoyulmuşdu ki, günəş düşmürdü ora. Günün bir vaxtı var idi ki, 10 dəqiqə ora gün düşürdü. Bir günü mən muzeyin həyətində müşahidə eləmişəm. Özdə ki, Apasın zonada, prezident aparatının yanında icazə almaq, söyləmək. 4 kaset plonka götürmüşdüm Zenitlə. Və elə bir rakurs bucağı eləmişdim ki, uzanıb asfaltda onları mən müşahidə nəticəsindəki gün o vaxt düşəndə 3 kaset çəkdim sevincimdən. Sonra mən evdə araşdırma elədiyim o plonkaları ki, elədik, aşkarlayandan sonra çox problu çaplar çəkmişdim. Oradan 3 kadr seçdim, Bülbülü, Üzeyir Hacıbəyov, bir də Xurşudbanu Natavanı o plakata saldım. Yəni ki, janrına görə kompüter qrafikası ilə də eləmişəm, fotolar özümün idi və o plakat o cürlə yarandı. Yarandı və ilin plakatına çevrildi. Onda Mədəniyyət Naziri Polad Bülbüloğlu idi. Və o plakatlar, 3 plakat idi orada. Deməli, biri köhnə qramofon idi. Milli musiqi mədəniyyətimiz bizim mənəvi irsimizdir. İkinci plakat, bu beşiyin son beşiyi kimdir? Orada da musiqi mədəniyyətimiz var idi. Şuşanın girəcəyində olan arkanın içərisində köhnə bir nənnidir. Nənni həm də fəlsəfi olaraq həm nənnidir, həm də mafədir. Yəni, insan nənnidə doğulur, bələk onun bələyi olur, öləndə də kəfəndə gedir. Yəni, bu fəlsəfəli olan bir işdir. Bu beşiyin son beşiyi kimdir? Mənəm, görə bilirsiniz. Bu plakat da eyni vaxtda 3 plakat çap olundu. İngiltərədə çap eləmişlər, onu yaydılar. Yəni, Azərbaycan mədəniyyət mərkəzlərinə və digər şəhərlərə o plakatlar yayılmışdı. Və təbii ki, o plakatlar çox yerdə, yəni bir portfolyo kimi istifadə edirdim, amma bir miskillik qalmışdı ki, tamamlanmayıb. Necə yəni? Biri var idi, biri yox indi. Yəni, itki, onu üz ağardan mənim üçün şəxsən bir sənət nümunəsi dördür. Təsəvvür edin, 30 ildən sonra
birdən-birə eşidəndə ki, müharibə, yəni ki, antiterror əməliyyatı başlayıb, torpaqlarımız qayıtma, əskərlərin şücaəti, zəfərə doğru. Yəni, həmən anda ki, müharibə başlama sədasını eşidəndə pandemiya qutarmamışdı. Yəni, qadağalar vardı, evdən bayra çıxmaq olmurdu. Üst tutdum emalatxanaya, studiyaya, qadağalara baxmayaraq, beynimdə birinci oldu ki, bu plakat artıq neçə ildən sonra, 30 ildən sonra bu tamamlanmalıdır. Paralel olaraq əskər yaranırdısa yerdə, kompüter, o quruyana qədər kompüterdə oturub o ideyalarla, o plakatın sonraki, 30 ildən sonraki sözünü dinək, axtarışları. Eyni vaxtda ikinci plakat, bu beşiğin son beşiği kimdir? Sual atmışam axı tamaşaçıya. Bu beşiğin son beşiği sizsiz, mənəm, bizik. Cavabı budur. Və rəşadətli ordu, milli ordu. Sonra biri var idi, biri yox idi, biri indi var artıq. İkinci plakat birinci plakat onunla tamamlanır. Artıq formatı dəyişir və orada görərsiniz, birinci plakatda özləri öz şəkillərini yaxalarına salıblarsa, belə bir adət var da, dünyasını dəyişmiş adamın şəkilini yaxada gəzdirmə, orada artıq işğalçıların şəkili var. Qarabağa əl uzadanlar, o... Bu əvvəlki variantdır. Əvvəlki və indiki variantların arasında kiçik fərqlər olsa da, sözlərdə də fərq oldu. Və onu tamamlayanda, sözümü necə deyim mən, yəni qəhərsiz olmurdu onu, o anlarda, tək emalatxanada, studiyada tək olanda, yəni işimin nəticəsini görüb, yəni belə otura bilmirdim. Yəni ki, istərsəməz qəhərlənirdi adam sevincindən. O atı da yaradanda, onu mən yaradanda, o YouTube-da var da, o video çarx. YouTube-da orada deməli, eyni vaxtda özüm çəkmişəm onu. Kameranın baxış bucağını ilə qoyurdum ki, və beynimdə Babək filmində olan o musiqi var, zəfərə doğru getmə musiqi var. 7 dəqiqə nə qədərdir, o 8 dəqiqəyə yaxındır. Yəni tam onu, o mahnı sədaları altında eləmək və baxan adam deyir ki, sən musiqini duyub edirdin. Təbii beynimdə duyurdum, montajda qoymuşam o musiqini və belə bir gözəl, belə bir anlar, dinamik anlar yarandı. Və eyni vaxtda da, o işlər yarananda artıq haradasa dünya artıq bundan başladı maraqlanmağa. Çünki işlərin yaranma prosesində Xarici İşlər Nazirliyindən zəng gəldi və Rusiyanın Mir telekanalı, Kanal 1 Rusiya gəlib orada çəkiliş elədi. İş hələ prosesdə idi. 8 nəfər bir briqada gəlmişdilər, orada çox suallar oldu. O da YouTube-da var. Kadr arxası efirə getməyən anların çəkilişini uşaqlar eləmişdilər. Onu mən sonradan montaj edib qoydum ki, qoy cəmaata maraqlı olsun. Efirdə qısa bir şey getmişdi, amma kadr arxası sual-cavablar var idi orada. Onlar belə, yəni, ajataj yaranmışdı, onlara təəccüb yaranmışdı, heyrət yaranmışdı bunlarda. Eyni vaxtda plakat və zəfər, o nə deməkdir? Mən orada hətta bir rəssam kimi, yox, bir vətəndaş kimi izah edirəm ki, biz heç kimi işğal eləməmişik, bizə dil uzadanları öz torpağımızı işğaldan azad eləmişik. Təbii bunlara xoş dövrdür, müəyyən şeylər vardı, simvolikalar vardı, tarixin zəfəri əsəri artıq yaranmışdı. Onlar emalatxanada onu görəndə, düzdür, əskəri qəbul edirdilər, çünki orada realizm var idi. Amma tarixin zəfərində simvolizm olduğuna görə və orada qayaüstü rituallar var idi, işarələr var idi, simvolikalarda, misal üçün, qalxanların üzərində günəş rəmzi svastikalar vardı. Onlar svastikadan biraz qorxmuşlar, demişlər, bu faşist znaklarını niyə eləmirsən? Mən orada izah edirəm, bu faşist znakıdır. Faşist znakından fərqli olaraq sağ, sol, günəş rəmzi, misal üçün, tarixin bir çox dönəmlərində bu simvol neçə əsr əvvəl yaranan bir simvoldur, bundan qorxub eləmək lazımdır. O şeylər orada, misal üçün, efirə getməmişdi və onlara biraz qəribə gəlmişdi ki, bu nədir, o faşist znakları idi. Yəni, belə anlar olub, yəni plakat janrının yaranması o dövrdə olub. Yəni, o plakat sahəsi kitabda da öz əksini tapıb, o tələbəlik dövründə artıq nargilədən də qabaq. Amma plakat janrı tamam başqa bir janrdır. Plakat janrı da
kitabda bəzən deyəsən qeyd olunub, 2006-da teatr... Elə ona gələcəkdir. Buyurun, sualınızı. Sualım olacaq. Gövhəridə olsa teatrdan dediniz. Sizin Gənclər Teatrında da, düzdürmü? Dövlət Gənclər Teatrında da bir quruluşçu rəssam kimi bir müddət işləmişsiniz və ondan sonra sizdə Arlekinlər bir mövzusu yaranır və ondan sonra yadımdadırsa muzey mərkəzində bir sərginiz olmuşdu. O haqqında. Yəni ki, çox gözəl sualdır. Yəni ki, Mehbara xanım sualları elə qoyur ki, yəni ki, kitabın özündə də o qanadların keçidi var da, bir-birinə ardıcıllığı var. Çox gözəl sualdır. Yəni, bayaqları sual cavablandıranda plakat sahəsi 2006-ya qədər və sonuncu sərgi həsr olundu teatr plakatına. Təbii ki, rəssam üçün siyasi motivlərlə məşğul olan insan üçün teatr sahəsi və teatr bilgisi tamam başqa-başqa sahələr olduğuna görə o barədə rəssamın məlumatı olmalıdır. O üst tutduğu sahəni öyrənməlidir ki, nə ilə fərqlidir? Çünki sosial problemlərin həlli, amma teatrın öz həlli var axı, teatrın öz quruluşu var, teatrın öz baxış bucağı var. Ona görə mən üst tutdum o zamanda populyar olan və öz dünyada sözünü demiş Dövlət Gənclər Teatrının baş rejissoru mərhum Hüseyn Ağa Atakişiyeva. Hüseyn Ağa Atakişiyevlə az söhbətimiz oldu. Yəni ki, bir suala bir həyatımın elə bil ki, müəyyən dönəmini dəyişdi. Çox qəribə bir şeydir də. Mən onda bildim ki, Hüseyn Ağa Atakişiyevin gücü nə deməkdir. Mən gəldim sualla ki, Hüseyn Ağa, teatr plakatı sosial plakatdan nə ilə fərqlənir və rejissor teatr plakatını eləyən insana hansı göstərişi verir, hansı elə bir ki, tapşırığı verir. Heç nə, götürdü bir əsər qoydu qabağıma, Edward Olbinin Heyvanxanada nə baş verir əsəri. Gidi, get bunu oxuyur. Rejissor həllini 2 kəlmə ilə anlaşdırdı mənə, izah elədi. Dedi, buna bir plakat eləyərsən. Amma əsərdə gördüyün şeylərdən bu ola bilər. Qalan şeyləri açıb tökə bilməsən, sən ixtiyarın yox. Çünki tamaşaçıya sən sirr informasiyası ötürməlisən və nələr oyuna daxil olmalıdır. Tamaşanın hətta çıxanda dedi ki, dekorasiyaları səndən gözləyirəm. Amma nə dekorasiya? Mən axı plakatdan sual getdi, dedi, yox, sən onun dekorasiyasını eləyəcəksən. O, Asya Atakişiyevanın, indi seriallarda gördüyünüz aktrisa Asya Atakişiyevanın diplom işidir. Edward Olbinin Heyvanxanada nə baş verib əsərinin səhnə tərtibatı və plakatını bir həftə ərzində eləyib təhvil verdim. Müəyyən şeyləri, detalları dəyişdirdi. Nəsə qoymuşdum, dedi, bunu qoya bilməzsən, götür, lazımdır. Və tərtibat da getdi, çox gözəl də diplom tamaşasını verdi və eyni zamanda mən teatr plakatlarına üst tutdum və böyük bir silsilə 15 əsərlə Unical'ın sonuncu sərgisində və eyni zamanda teatrla əlaqə yarandı. İstər-istəməz Asya xanımın tamaşasından sonra ikinci tamaşanı qoydu qabağıma, Grigori Gorinin Herostratı onudur. Ən çox sevdiyim tamaşa idi. Ona maraqlı bir tərtibat hazırladı və artıq məndə teatra istək və o alov oradan yarandı. Teatr bir, mən deyərdim ki, xəstəlikdir. Teatr bir yaxşı xəstəlik mənada. Yəni, onun hiss eləməsən, onu sevməsən, duymasan, sən teatrda işləyə bilməzsən. Mənim teatr, misal üçün, tərtibatı təhsilim olmasa da, mən səhnənin bütün konstruksiyasını o zaman orada elə bir məktəb keçdim ki və 6 il mən orada çalışdım və orada, deməli, Arlekinlərə də edəcək, səbəbini indi mən deyəcəm. Və orada Rəhman Əlizadənin rejissorluğu ilə mən teatrda 4-5 ilə yaxın teatrın baş rəssamı və quruluşçu rəssamı oldum. Təbii ki, bizim bir əsərimiz fərqli olaraq Hüseyn Cavidin İblis əsərini biz tamaşaya qoyduq və Arlekin obrazını rejissor ora salmışdı. Çünki hər rejissorun öz baxışı var və söhbət müharibədən gedir də. Hüseyn Cavid İblis əsərində 1-ci Dünya müharibəsinə
mövzusuna toxunmuşdu və orada baş verən fəlakətlər, o abstrakt olaraq deyə bilmərik iblis kimdir. Və təbii ki, tamaşanı rejissor quranda onun bir ideyası olur ki, bu dünya özü bir teatrdır, karnavaldır. Yəni bizə izah eləyəndə bəstəkara, rəssama, bəstəkar götürmüşdü Stravinskinin əsərini. Səhnənin arxa fonuna vermişdi Salvador Dali'nin Предчувствие гражданской vayni, vətəndaş müharibəsini hiss edərkən əsərini və paltarlar və dekorasiyalar, əlbəsələri mən vurmuşdum. Orada olan müəyyən formalar və keçidləri. Bir də 3 personaj əlavə eləmişdi əsərə. Arlekin, şeytan, bir də başqa bir obraz vardı. Mələk və şeytan. Bunların giyimi, qiyafəsi, forması, təbii ki, hansı mədəniyyətdən qaynaqlanması, əlbəsələri. Mən onda Arlekinlərlə maraqlandım. Ümumiyyətlə, Arlekin Avropa personajı olaraq o Buratinada da var və digər Avropa nağıllarında, festivallarında var. Arlekin nədir? Onun missiyası ilə maraqlanmışdım. Və gözəl bir Zümrüd Quliyeva orada gözəl bir Arlekin obrazı yaratmışdı. Teatrdan aralanandan sonra müəyyən səbəblərdən Arlekinlər məndə elə bil ki, o maraq dairəsində qalmışdı. Mən onları qrafikada, yeni personajlar kimi bir çox silsilə seriya işlər elədim. Yeni il gecəsi, qış gecəsi, 7 gözəl, sonra bir əsər var orada, zirvəyə doğru, üçlük əsərdir, zirvəyə doğru, kitabda da var. Hər şey o zirvəyə doğrudan getdi. Və o adı altında 2010-cu ildə burada aşağıda Park kafedə gözəl bir sərgi açıldı və orada həmən Arlekinlər nümayiş olunurdu və ondan da sonra Arlekinlər bir müddət mən davam elədim. 2012-ci ilə qədər. Muzey mərkəzində də o işlər sərgilənib, Arlekinlərlə bağlı. Yəni Arlekinlər məkanı, milləti olmayan obrazlardır. Qış gecəsi, qış nağılı, yəni bu silsiləli işlər o zaman yarandı. O da mən hətta mən Bakı qışını eləmişdim Arlekinlərlə, apelsinlərlə, mandarinlərlə, xurcun və Bakı fonunda olan Arlekinlər. Çox maraqlı belə allegorik işlər vardı. O da yaranma səbəbləri mən teatrda işlədiyim dövrdə deməli grotesk janrı ilə işləyirdim həmişə. Qurduğum tamaşaların, rejissorla qurduğum tamaşaların bir çoxu grotesk janrında olduğuna görə bu mənim incəsənətdə, sənətimdə, yəni ki, elədiyim təsvirlərdə böyük təsiri oldu. Yəni, groteskin böyük təsiri var idi ki, orada məkan, milliyyət, hətta cinsiyyət belə məlum deyil. Bu kimdir, haradır və nə üçündür, nə demək istəyir. Amma orada estetik bir xatirələr var, uşaqlıq xatirələri var. Cəzu bir əsər vardı, orada palaz çırpanlar, qışda qarla palazlanlar, o seriyadan və ondan sonra yarandı Arlekinlərlə qış nağılı. Zirvəyə doğru isə orada bir fəlsəfə var ki, zirvədə heç nə yoxdur, zirvə fəth olunmuş, sonu olmayan bir fəlakətdir. Amma zirvəyə doğru gedən anda insanın keçirdiyi izdirab, onun keçirdiyi izdirab da yox, ona doğru gedən istək, həsrət, məqsəd, bütün şirinlik oradadır. Amma ora fəth olunandan sonra zirvə, orada boşluq var və ondan o yana, oradan yuxarıdan aşağı baxırsan. O bir fəlakətdir. Və orada nərdivanlar var, nərdivanlar ortada kiminsə hesabına zirvəyə də qalxma var. Orada ona da mesaj var. Yəni, maraqlı bir periyod idi. Şar üzərində qız, qış vaxtı. Yəni, bu bir mərhələ idi də, yəni teatrdan qaynaqlanma mərhələ idi ki, onun təsiri vardı. Hətta rəhmətli Rəhman Əlizadə mənə o işləri görəndə demişdi ki, sən teatrdan getdin, o Kula teatrına getdi, mən muzey mərkəzində fəaliyyət etməyə başladım və o işləri görəndə mən daim müəllim kimi onu başa çıxırdım, işlərini, nailiyyətlərini göstərəndə, o dedi ki, sən qəlbində teatrla yaşayırsan, sən öz teatrını yaratdın. Teatra dönmədin, amma içində öz əsərlərində öz teatrını yaşayırsan. Orada artıq rejissorun özünsən və teatr da rəssam, rejissorun kölgəsinin altında olmuş kimi olur və nə yaxşı ki, getdin, çünki
rejissor kölgəsi altında sən yaşaya bilməyəcəksən. Çünki sən daim rejissorun kölgəsinin altında olacaqsan. Amma rəssam kimi fəaliyyət göstərəndə sən öz rejissorunsan, sən öz aktyorunsan, sonra ona göstərmişdim. Ağ-qara filmi çəkmişdim mən o vaxtları. Çorni Bel'di, ağ və qara, domino daşları. Sonra orada söz yoxdur. Özümü çəkmişəm. Deməli bir nağıl danışır nağılbaz. Örtüklə, işıqlandırma ilə peyda olanda, nağıllarda kim peyda olanda, ağ və qara örtüyü açır və orada əllər ancaq ifa edir. Orada mübarizə var əllərin, orada var kölgələr, orada artıq sonra sevgi var və sonra da sonda əllərdən o içində qızıl güllər bir ailənin yaranmasına bir işarədir. Qısa, abstrakt, sürreal bir filmdir, o YouTube'da var, ağ və qara. Orada simvollar var, domino daşlarını düzürlər, mübarizə gedir, sonra dalaşırlar, sonra ev tikirlər domino daşlarından. Çox maraqlı belə bir 2 dəqiqəlik, 3 dəqiqəlik filmdir. Onu da göstərəndə o demişdi ki, sən artıq öz rejissorun, öz rəssamın, öz musiqiçinin, çünki özün seçirsən də hansı musiqi harada duyula bilər. Həyatın hər anında bizim qəlbimizdə bir musiqi var ki, bizim üçün müşahidə edir. Ola bilməz ki, heç kimdəsə o fikir, kimdəsə o duyğu olmasın. Hər bir insanı müşahidə edən anlar var da, kədərlənəndə qəlbində, içərində bir musiqi, sevinəndə içərində bir musiqi. Hər bir insanın individual olaraq öz sevgisi var, öz duyğusu var. Bu ola bilməz ki, kimdəsə olmasın. Amma onu üzrə çıxartanda, onu vurğulayanda, müəyyən adamlar var ki, başqalarından 5 parmağın 5'i bildir, kimsə onu vurğulayır. Buyurun. Yaradıcılığınız həqiqətən çox şaxəlidir və bayaqları ötəri də olsa siz caz haqqında da danışdınız, şanafiqlər mövzusu da var yaradıcılığınızda. Amma mən bir dənə də maraqlı filmlərdən danışdınız, sizdə animasiyalar da səndə nə varmış? Animasiya deyən... İstanbulda işlər var idi, düzdürmü? İstanbulda mən özüm videograf deməzdim. Biz qış vaxtı idi, qara qələm müsabiqə dördü, qara qələm çalışmasına getmişdik. Rəng yox idi, ancaq karandaşla rüsum eləməliydik. Bir 3 natura gəlmişdi, biri qocaman bir fotoqraf idi, saqqallı belə obrazı var idi. 3 gün biz orada qara qələm, yəni simpoziumu keçirdəndə, biz hava soyuq idi, qış vaxtı idi, yanvar, dekabr ayları idi, biz təknə turuna çıxdıq. Yəni gəmi ilə İstanbulu boğazı kezdik. Və orada dostlarımızla oturub istirahət edən bir anda mən kameranı götürüb beynimdə musiqi gedə-gedə bir video aldım və sonradan onu montaj elədim. Maraqlı bir gəzinti bir film alındı. Ondan qabaq mən Zəncirota adlı bir animasiya eksperiment diyor. Yəni bir obrazı çəkmişdim, qız əlində, ətrafında zəncirotular. Niyə zəncirotu? Çünki o şıltaqlığına görə, xasiyyətinə görə müəyyən şeylərə, elə şeylərə əl atırdı ki, o boşa çıxırdı. Və onu əlaqələndirmişdim o rəsm əsəri, balaca bir rəsm əsəri idi, zəncirotu. Və sonradan onun musiqi mənə çox həmişə təsir eləyir, eləyən amildir. Mən Guy Cancelli'nin, gürcü bəstəkarı, musiqilərinə maraqlanırdım. Onun bir musiqisi var ki, demək olar ki, bütün yaradıcılıq dövrü bu mahnı müxtəlif simfoniyada, hətta xanıma tamaşasında qoyduğu musiqi, bütün müğənnilər, bütün janrlarda oxuyublar. İndinin özündə də mən sonradan bəzi araşdırmalara baxanda gördüm, yox, bu təsadüfən deyil. Lazım deyil 100 dənə nəsə yaratmaq. Bir köklü, bir ənənəli olan nümunəni onu əsrlər yaşadacaq. Bax, biz deyirik nar da, təkcə nar yox. Hər hansı bir motiv, kökü strukturunu, mən demərəm bir nəfər, onu bir millət yaradır. Onu yaşadır, ötürülür bir başqa adama. Başqa adam başqa cür yaradır. Başqa cür yaradır. Bu, doğrudan da Avropa mədəniyyətindən fərqli bir mədəniyyətdir ki, simvolik olaraq bayatıdan getdi söhbət. Bu qala bizim qala. Lazım da deyil onun artıq, biz öyrəşmişik
individual olaraq öz qolumuzu çəkək əsərin altında. Amma orada qol yoxdur axı, orada müəllif yoxdur. Yəni, Konçelinin elədiyi o musiqilər artıq bir bəşəri simvolizmə çevirir, bir ənənəyə çevirir. Mən onu dərk elədim. Və söhbətdən bir başqa söhbət gəlir də. Və həmən musiqi mənə əvvəldən xoşuma gəlmişdi. Onun bir ifaçısı var idi. Tamaşada da çox gözəl olaraq kompozisiya qurmuşdular. Xanıma tamaşasının finalını. O mənə böyük təsir eləmişdi. Onu götürüb mən zəncirotuna salıb animasiya eləmişdim ki, orada bir ev var, nağıl yaratmışdım da. Orada bir sarı ev var, o evdə o qızcığaz yaşayır, o daim zəncirotulara müraciət eləyir. Orada da Şanapin lələyi sonda hərəkət eləyir musiqi sədaları altında. Yəni, filmin pik səhnəsində musiqiyə uyğun olaraq qızın siması peyda olunur, onun şıltaq bir siması və zəncirotunun parçalanması sədaları. Abstrakt bir etnografik belə bir filmdir. Siz yəqin ki, onu nəzərə aldınız. Bəli, o animasiyalar, sonra Nargilədə də o eksperimenti eləmişəm. Malberti qoyub, işləyəndə yalnız əl və yaranması Vaqif Mustafazadənin improvizasiyası ilə onun yaranması. Yəni, belə eksperimentləri mən video görüntülərlə, ona multfilm də demək olmaz, ona kino da demək olmaz. Amma klassik sinema, vizual sənət kimi vermək olar. Bayaq da biz uzaq sahillərdə, yaxın sahillərdən danışdıq. Yəqin sualım, növbəti sualım da onunla bağlıdır ki, yəqin ki, sonuncu sualımdır. Bu uşaqlığın son şəhəri. Hansı şəhər? Uşaqlığın son şəhəri. O plakatı görməmişsiniz. Görmüşəm. Kitabda yoxdur. Yoxdur, amma var. Görmüşəm. Mənim üçün şok edici bir sual idi. Çünki mən ona görə, mən bilirəm kitabda yoxdur. O nümayiş olunmayan plakat. Mənim bir çox plakat sahəsində indi də məşğulam, amma mütəmadi yox. Biz neysə, plakat sosial problemləri daşıyan bir janrdır. Onu rəsm əsəri kimi sən nümayiş edə bilməzsən. Eləsən orada görə ideologiya olsun ki, sən başın salamat qalsın. Mən açıq danışacağım. Elə plakatlar var ki, onların zamanı gəlməyib və onları mən nümayiş eləmirəm. Və hələ ki, uzun müddət bəlkə də eləməyəcəm. O plakatlarda insanın özünün cəsarət edib deyəcəyi sözlər var. Amma cəsarət edib özüm üçün deyə bilərəm. Onu mən kimlərəsə şamil eləyib, kimlərəsə təbliğ eləsəm. Çünki plakatın rəngkarlıqdan fərqli olan şey deyil. Plakat təbliğatı mahiyyət daşıyır. Mən ondan təbliğ eləsəm, bu artıq düzgün gəlməz. Ona görə müxtəlif hadisələr var, sosial hadisələr var. İstəyir şəhərimə qarşı, şəhərimizə qarşı. İstəyir gənc bir uşaqların məktəbdə haqsızlıq, bullying, sonra gənclərin düşər olduğu narkomaniyaya qarşı, digər şeylərə, maarifləndirici plakatlar, elə şeylər var ki, açıq fikirlər olduğuna görə onları mən eləyirəm, saxlayıram hələ özümdə. Amma uşaqlığın son şəhəri haradasa olub o gedib, yəni sosial şəbəkədə bir dəfə gedib, ona görə Mehmara xanım tutub onu. Orada mənim şəhərimə qarşı, düz deyə, tarix silinir, tarix dəyişir. Şüşə, beton, modern, mənim qəlbimi əvəz eləyə bilməz. Ola bilər tarixi əvəz eləsin, amma mənim qəlbimi əvəz eləyə bilməz. Mənim uşaqlığımı heç kim dəyişə bilməz. Çünki o yoxdur artıq. O xatirələrdədir. İstəyir Mehbara xanım. Onun da yaşadığı dövr. O dövrü görüb. O dövrü bizim aramızda yaş fərqini qoyaq bir qırağa. O görüb, onu duyub. Və o hiss edib o plakatı. O film var. Azərbaycan filmi. Uşaqlığın son gecəsi. Rus filmi var. Uşaqlığın son yayı. O çox maraqlı, fərqli şeylərdir. Əgər siz dünya mədəniyyəti və ədəbiyyatı ilə maraqlanırsınızsa, Anatoliy Rybakovun Uşaqlığın son yayı əsəri, orada da uşaqlar var, inqilab dövründə cahillik, çətin dövrdən sonra gəlirlər, Sovet dönəmində təhsil alırlar və sonraki dövrlərində orada yay da bitir.
o yaydan sonra artıq bunlar öz gəncliklə, artıq gənclik dövrlərinə müxtəlif problemlərə qədəm qoyurlar. 20-ci illərə əks edirdi o. Və film çox maraqlı bitir. Uşaqlığın son gecəsi isə Azərbaycan kinematografiyasında sözünü demiş Arif Babayevin əsəri idi, filmi idi. Orada da iki gəncin bir gecədə artıq hiss edirlər ki, bunlar artıq uşaq deyirlər. Orada uşaqlıq bitir. Film boyu onların şıltaqlığı, ilk sevgisi, nakam sevgisi, nə bilim, şəhəri, nə bilim, obrazlarda bütün o gənclikləri bir gecəyə məhv olur. Məhv olmur, dəyişir. Yəni, onda anlayırlar ki, bunlar hamısı boş şeylərdir. Və uşaqlığın son şəhəri isə, o da bir faciədir ki, hansı ki, o şəhər geri qayıtmayacaq. Şəhəri sökəndə mən qış parkını salanda, Basin, Dimitrov və digər küçələr gedəndə, mən fotokameranı əlimə alıb, gizli çəkilişlər elədim. Haradasa bir hard diskəcən çəkmişim. Çox anlar, kadrlar var ki, mən bir müddət onları kənara qoymuşdum, pandemiya dövründən sonra bu yaxınlarda mən onları araşdıranda, ağırlı kadrlarda, orada ekskavator. Bakı sizin üçün kainat. Bəli, mənim üçün kainatdır. O əsərlərin, o plakatın yaranma səbəbi o dövrdə idi ki, mənim şəhərimin uşaqlığın son şəhəri. O uşaqlıq da geri qayıtmayacaq və o şəhəri də, şəhər qala bilərdi, şəhərdə müxtəlif uşaqların, gənclərin gələcək şəhəri ola bilərdi. İndiki şəhər isə başqa bir şəhər olaraq, başqa gənclərə nəsib olacaq, başqa formada. Yəni də çox sağ olun. Siz sağ olun. Və mənə görə ən, belə deyil, yenilikləri həmişə açıq, dəyişməyi sevən və bu dəyişiklikləri professionalcasına edən rəssamlardan birisiz. Bunun üçün çox sağ olun. Bəlkə auditoriyadan suallar var. Suallarımız varsa əks eləyib, danışarıq. Buyurun. Bir tələbə sual vermək istəyirdi, o Zəfərlə bağlı rəsimlər. Qız buradadır. Yox, gedib. Buradadır. O sualdan cavab alıb artıq. Biz Zəfər haqqında danışdıq. O əsərlərin və plakatların eyni zamanda yaranması. Orada əskər anası, sonra əskər atası, hələ də yaranmaqda olan, hələ yaranmayıb da, üç üçlük olmalı idi, əskər balası. O hələ qalıb. Birinci əskər anası yaranmışdı o dövrdə və bu yaxınlarda Zəfərin 5 illiyində əskər atası əsəri yarandı. Monumental janrdadır, dekorativdir, yəni orada ağır bir tema var və onun həlli də özünə məxsusdur. Bundan sonra başqa nəsə silsilə olacaqmı? Bundan sonra çox silsilələr ola bilər, çünki rəssam daim axtarır və zəmanət verilmir ki, daha nələri görüb. Əgər axtarışdadırsa, orada müxtəlif zəmanətlər olacaq. Hal-hazırda əskər balası haqqında o axtarışlar gedir. Eyni zamanda Qarabağ mövzusu mənim üçün bitməyib. Qarabağın ecazkar mirası olan Qarabağ atları ilə bağlı bir silsilə sərgi hazırlanır. Mən ona hazırlaşan dövrdə bu kitabın təqdimatı çıxdığına görə 6 ayacan bu kolleksiyanın yaranması müəyyən bir vaxt tələb edirdi. Ona görə mən ümidvaram ki, bu sərgidən sonra həmən işlər davam olacaq. Yəni, ideyalar çoxdur, çox axtarışlar var. Rəssamın edəcəyi çoxlu mərhələlər var ki, onu tamaşaçılar üçün hazırlaşılır. Yəni, onu hazırlayır. Buna da müəyyən vaxt lazımdır da, təbii. Pedaqoji fəaliyyətlə bərabər, paralel olaraq bu sahəni mükəmməlləşdirmək. Çox sağ olun. Siz sağ olun ki, məncə siz alqışı haqq elədiniz. Çox sağ olun. Sağ olun, var olun. Əgər yenə də deyirəm, sualınız varsa da verə bilərsiniz. Buyurun, sualları verə bilərsiniz. Sərgi təəssüf ki, yalnız sabaha qədərdir, amma bundan sonra biz yenə də sizin uğurlarınızı gözləyirik. Məmnuniyyətlə sərgilərinizi də işləyik. Mən çox təşəkkür edirəm ki, siz buna vaxtı ayırdınız, gəldiniz. Mehbara xanım, sizə mən təşəkkürümü bildirirəm. Muzeyin rəhbərliyinə, bütün işçilərə, bütün əməkdaşlara, bura gələnlərə böyük təşəkkürüm var. Və xoşdur ki, yəni rəssamı müəyyən yerə çağırıb ora bir iştirakçı eləyəndə mən böyük məmnuniyyətlə hər sahədə düzdür, vaxt olanda hazırlaşıb gəlib, müəyyən sərgilər düşsə mən ona qatılmağa
çox xoşbaxt özümü hiss edirəm ki, tək ki çağırın, dəvət edin, mən o irsi, mədəni informasiyaları, yəni ki, bu təbii ki, bu tələbələr üçündür, sevənlər üçündür, sənətsevərlər üçündür, tamaşaçı üçündür və sənətşünaslar üçündür. Çox sağ olun. Siz sağ olun, var olun. Buyurun, buyurun. Biz bu qrupa 3-cü bahar qrupudur. 8-9 nəfər qadın gəlmişik. Siz en gözəl bir qrupdarsınız və bizim qadınlar sizi də görə bildik. Çox sağ olun. Mən olmuşdum bu açılışda, sərgidə. Çox maraqlı gəldi mənə sizin sərginiz, çox gözəl gəldi. Ama çox gözəl gəldi. Mənalıdır. Elə belə boş yerdə gedən işdir, mənalı işdir. Təşəkkür ederim. Hər işlərdə biz nəsə görürük mütləq. Bax, biz Qurana qrupuyuz və ona görə görürük. Mən ona görə qızları hamımız yığışıb gəlmişik ki, sizin işlərinizdə biz Quramanın bir növünü Xanım, düz vurğuladınız, o əsərlər Qurama prinsipinə, Quramanın öz kökündə də, prinsipində təsadüfi şey yoxdur. O xalq ənənəsi olaraq, onun da kökündə kristallografi quruluş durur. Mən çox şükürəm ki, mən Xalidə xanım, bizim məşhur quramacı Xalidə xanımın sərgisi olaraq siz orada görmüşdünüz. Siz orada görmüşdünüz və mən çox ürəkdən şad oldum ki, siz də onu bəyənirdiniz, siz də onun qiymət verirdiniz, belə yaxşı ustamıza. Çünki bilirsiniz, bu bizim doğma dilimizdir. Mən onu, təbii ki, mən qurama eləyə bilsəydim, texniki cəhətini, mən onu eləyərdim. Mən onu artıq bu materialda eləyirəm. Siz bunu yaxşı olacaqsınız. Çox sağ olun. Çox gözəl eləmişsiniz. Mən sizə çox təşəkkür ederim. Çox sağ olun xanım, çox sağ olun. Yaxşı ki, biz görəndə siz də buradaydınız. Çox sağ olun. Təşəkkür edirəm sizə. Uşaqların xeyrindən biz də gəldik. Çox sağ olun, var olun, gələn ayaqlarınız. Uğurlar sizə. Sağ olun. Mən də sizə uğurlar arzulayıram. Çox sağ olun. Sağ olun. Qalxabilirim mən. Hə, buyurun. Çox sağ olun, uşaqlar. Sağ Biz olun. foto da çəkdirə bilərik. Bəli, bir də Çəkirəm.